Salam dostlar, bu günləri pes hesabımı sizə tanıyacağım. Başlayaq takımdan gerək. Oyun planı. Qısacası, yəni belə bir oyun planım var. Nəyəsə bu Kurtuva masa çıxıb sadəcə, yəni o da botlara qarşı etkinlik oynamışam. Necə deyim, hələ kəşf eləməmişəm necə bir oyuncudur. Onun dışında kadrom belədir. Yəni 5 ay kasa bildiyim bu qədər. İndi bir sizə deyim, necə deyim, istatistikalara sonra baxacağıq. Yəni kadro görürsünüz, Vinicius, Batshuayi, yəni başta mən belə qoyub və daha yaxşı ola bilər. Xabi Alonso 750 jeton almışdım, səhv eləmirəmsə. 3164 kollektiv gücümüz var 5 ay görə. Məncə yəni çox yaxşıdır mənə görə. Sonra sol kanatda Vinicius, sağ kanatda Dani Olmo. Dani Olmo ücretsizdən çıxartmışdı. Vinicius'daki etkinliyinə ücretsiz verirlər. Əslində 100 jetona da açmaq olardı, amma mən etkinliyi kastım. Yəni necə deyim, ücretsizdən də çıxartdım da, yəni. 102 Batshuayi'yə 500 jeton verib açırdıq. Dani Olmo'dakı McAllister'la bir yerdə paketlərdən çıxardırdıq. Sonra Raul Gonzalez. Necə deyim, necə olmuşdu onu? Belə, yadımdan çıxıb, necə bir, Raul təsadüfi anlaşması verirdi. Bizə alırdıq. Elə. Ay, niyə çıxdım hemen? Ayda, buna basan kimi çıxırmışıq. Defansif ortasada Xabi. Yəni, buna Oliver Kahn gələndə qışdaydı. Dekabrın nə meyni səsi başlamışdısa, Ramazanda elə bir başlamışıq, mən yadımdan çıxdı. Neysə də, əsas ücretsiz də almışım. Hazarddakı hamı bilər, yəni pes oynayan. Penaltıdan atıb birinci şeydə qutarıb çıxarırdı. Van Dijk günlük ücretsiz. Huysen, o da paket gəlmişdi, ücretsizdən çıxartmışdıq. Və Turan 900 jetona çıxmışdı. Kurtuva'dakı 300.000 GP almışdım. Yəni məndə GP oldu. Dünən aldım mən onu. Mart'a almışdım. Gördüm ki, bu nə də. Məndə onların mamı keçir. Onların adakı ücretsiz idi. Sonra Michael Olise, bu da 10 bacı idi. Nədən çıxartmışdıq? Yadımdan çıxıb. Ücretsiz bir dənə şey gəlmişdi. Ancaq ücretsiz basa çıxartmışdıq. Sonra sönməsin deyə baxıram onu çıxır. Sonra o zaman ki, onu necə açmışdım özümdən bilmirəm. Deyəsən 100 jetonu açmışdım, yanındadır. Sonra Luis Garcia, bunu reklam edirdi. Mbappe'dəki ücretsiz verilirdi. Orkun, necə deyim, Frank Rijkaard var idi orada. Həmin paketində. Bernardo Silva. Necə deyim. Buna maç kasaraq alırdı. Sonra Muhammed Salah onu Nigeria ilə Afrika şeyindən alırdıq. Mən 100'lüyü aldım, Osimhen'i almadım. Osimhen 99-98 olurdu mənim. Desredo'dakı o da necə deyim, o Frank Rijkaard'ın canlılığı yerdəydi. 101 Messi'dəki yəni ücretsiz verir oyun başında hamıya. Neymar, bunu da maç alır eləyirdik. Sonra El Hadjiouf və Harry Kane. El Hadjiouf etkinlikdən kasıdıq. Harry Kane də ücretsiz verilirdi. Yox. Necə deyim, belə bir dənə nəsə var idi, çarpaz adı verirdi. Başa düşərsiniz, təzə başlayanlar vermə yandan çıxır. Elə bir şeydən verilirdi. Belə. Hocam, rezerv yadımdan çıxdı. Rezervdəki sadəcə heyfim gələn bilirsiniz nədir? Sadəcə bu da heyfim gələn. Deyim, çünki. Necə deyim? 900'lük jetondan alsın. Dedim ki, Osimhen. Sonra ona gələrdi, 102'dir, 101'dir, 100'lük olaydı. Heç bir gəmində poxdur. Heç xoşum gəlmir də. Adam bezirik.
Dondurma hani ya dondurma. Dondurma. O dondurma orada ya. Bu yani bütün maçlarıyla bitseler 5 gol oldu. Ne oldu? Yani orada bu maçtan uzakta var. Güzel. Rezervler de belədir. Yavaş yavaş bakın. Kasır ekran görüntüsünden dolayı. O mənada yani video seçtim olsundu. Ötürün bak benden gözü de. Ne bu kadar bitti. Mühendis keçək belə. Altı statistik alalım. Deyəlim beləydi ben. Turam. Ben size necə anlamışam. 76 masa çıxıb və bir asist var. Amma müdafiədə çox yaxşı olmuş bu arada. Xabi Alonso yəni möhtəşəm oyun quruculuğu var. Demək söz tapmıram. 19 gol 23 asisti var 137 maçda. Alex McAllister da yani ortalama bir kartdı. 20 maçda 4 gol 7 asist. Dani olmadı elə fərqi yoxdur bizlərlə məncə. 8 gol yani 8 maçda 3 gol 3 asist. Və Neymar Junior 39 maç 16 gol 4 asist. Bundan nəticələrindən sonra oynayamadı. Vinicius alındı. Ama 159 maç 5 gol 10 asist. Vinicius Porto kartı necə deyək 8 maçda 10 gol 4 asist dedim. Yani pis oynamış. Ortalamanın bir xırda bəlkə üstündən. Marco Lloris'e de yani gözəl kartda ortalamanın biraz üstündə deyə bilərik. 75 gol 33 asist 190 maçda. Və Desiree 59 maç 18 gol 22 asist. Belə Bernardo Silva 219 maç yani necə deyim yani möhtəşəmdən biraz aşağıda deyə bilərəm. Yəni çox gözəl kartda 32 gol 48 asist 219 maçda. Və Orkun Çarkçı 82 maç 6 gol 10 asist. Bu da yaxşı kartda demək olar. Messi hani ne diyeyim bu botlara karşı 71 gol 59 asist 197 maçta. Ve Muhammed Salah gəlir. 132 maç 27 gol 22 asist. Bunun da yaxşı oyun quruculuğu var deyə bilərəm. Rafinha yani çok da şeyin görməmişəm. Yani biraz pisin yani biraz olsa da üstündə. 19 gol 12 asist 87 maçta. Ve Harry Kane 56 maç ve 25 gol 10 asist. Bu Harry Kane nəsə bir yaxşı oynayır. 110 maçda 126 gol 69 asist. Yani bu çok efsanevi şeye karşı atılıb. Yani asist və gol deyə bilərəm. Mbappe yani ortalama bir kartdı. Yani böyle bir statistikası var. Bence 150'si zaten online maçtı. Mesela bence 14 asist de kalanlar botlara bence. Şöyle. El Hacı Bunu etkinliğini almıştık dedim. Böyle gösteriyor. 98 maçta 99 gol 34 asist. Sonra Gabriel Batista 63 maç 38 gol 12 asist. Balkon Savic 231 maç 89 gol 127 asist. Bu da pis kart değil. Yani bu ortalama biraz aşağısında karttı. 203 maçlar 39 gol 37 asist. Messi. Yani Messi'ne de həmin ki Messi'de fərqi yoxdur. 21 maçlar 20 gol 13 asist. Yani bu da ne diyeyim Yezi'ye karşı da atılıb. Yani çok da böylesi bir şey değil. Gabriel Martinelli 38 maç 4 gol 3 asist edib. Mən çox oynamamışam. Jessica Guardiola
118 manat 4 gol 6 asist. Çox deyil kartımız. Eduardo Camavinga 82 manat 5 gol 10 asist. Və sağ bek Alexander Arnold 128 manat 0 gol 20 asist. Yani bu da yani normal kartdır. Mesela Fernandes bu da normal kartdır. 90 manat 2 gol 18 asist. Virgil van Dijk efsane mi oldu demək olar. 363 manat 8 gol 7 asist. Ve Rafael Leao, Jeremy Doku ikisi de eyni kartdır. Çalımları muhteşemdir demiyorlar ama ortalamanın üstündedir. 61 manat 5 gol 5 asist. Jeremy Doku 74 manat 8 gol 11 asist. Ve o zaman ki 140 manat 43 gol 57 asist. Luis Garcia araba azmasa çıxıb 3 maç 4 gol 4 asist. O da pis kart değil ve en sevmediğim kart demiyorlar. Yani 1 maç 2 gol 0 asist. Bu da yiyeceğe karşıladım. Ben Isco. Çok vaxt ligimde oynatmışam bunu. Döndürə istememişim. Bakın burada ne var. Böyle 58 maç 14 gol 21 asist. Mark Gehi. 148 maç 20 gol 19 asist. Defansdan gözlənilməz bir nəticə. Tomori 133 maç 1 gol 3 asist. Yani normalde sosyal klasmanda kullanmışım. Ve Federico Di Marco'nu sol 5'te kullanmıştım. Sonradan coşkucular değil olsa verseydim azardı. Müdafiə meyilli. 83 maç 0 gol 2 asist. Çok canlıcı da onları ama belki birinci efsanemi deyə bilərəm. 311 maç. Artı təzə efsanəm Courtois-da. 311 maç 5 gol 0 asist. Thibaut Courtois yani 1 maç 0 gol 0 asist. Hələ mən yeni görməmişəm. Qapıya şut gəlməyib. Çok iyi. 65 maç 11 gol 11 asist. Bunu da ligimde kullanmışam. Saklı Mahrez bunu çok işletmemişim. Bilmiyorum niye işletmişim. 19 maç 16 gol 8 asist. Xavi Simons 40 maç 11 gol 17 asist. Bu da ligimde işlədirəm hələ. Bunu bilmiyorum niye işletmişim. Bilmiyorum. 15 gol 11 asisti var. Ne? 15 maç 11 gol. Ne garip olmuşlar var. Neyse. Paulo Nato bu muhteşem başvurur demiyorlar. Yani 14 maçta 13 gol. Peki onu başvurur. Diyeyim size. Federico Valverde 105 maç 32 gol 24 asist. Sarmentin King öyle böyle. Üçüncü metafiyet neymiş olması bunun ortasında. Hoca bu da fullandı ki. Sarmentin King 69 maç 20 gol 35 asist. Şimdi Aston Villa'da oynuyor. Ama Tommy'ye bakmamışım. Ne diyorsun? Valvarde'ye baxdan James. Bunun gəlişdirmə aşamasında ligimdə kullanılan 148 maç 4 gol 17 asist. Rafael Leao bu ikinci Leao'dur. Yani bunu demişik sadece istatistikasına baxaq. Ligimdə işlədirəm 98 maç 59 gol 70 asist. Sonra bunu işlətməmişəm. Yani bilmiyorum necə bir kartdır. Bu da pis şeydi. Yani sol beşliğin. Vale. Bunu da verelim. Ondan sonra gitti.
Və harda qalmışdı? Manuel Akanji. 134 maç. Bunu da mən üzərə qarşı işləmişəm. Böyük ehtimal. 3 gol bir asist, yəni müdafiəçidən gözlənilən bir şeydir. Interdə oynayır. Mən sözülməmişim Inter'in. Maçlarına çox baxmamışım çünki. Casemiro 78 maç, 2 gol, 4 asist. Bunu da ligimdə işlədirəm. Stoltenberg. Bunu da ligimdə işlədirəm. 26 maç, 0 gol, 0 asist. Yəni müdafiəçidə. Lamine Yamal 12 maç, 4 gol, 0 asist. Dominic Solanke 48 maç, 47 gol, 18 asist. Lucas Telle var. Bunu da ligimdə işlədirəm. 140 maç, 0 gol, 0 asist. Və Ortiz 45 maç. Bunun haline girməm. 45 maç oynuyor və 0 gol, 0 asist. Yəni müdafiəçidir. Maçda defansif orta sahaya da o dediyim. Onu da ligimdə işlədirəm. Bunu da ligimdə işlədirəm. Burası yedəyimdir. Hadi maça çıxıb girəm. 4 gol, 4 maçda 1 gol. John Fight 17 maç, 0 gol, 0 asist. Sağ 5'dən nə gözləyə bilərsən? Onsuz mən bunu yedəkdən çıxardım. Ona salmışam. Və yəni Belize oyuncu dəyişdi. Sonra bunu da çox işlətməmişəm. Yedəkli 8 maç, 0 gol, 0 asist. Son Young Him 28 maç, 25 gol, 13 asist. Marko Yankovic Qarabağın oyuncusu diye almışam bunu. 84 maçdan 22 gol, 22 asist. Ne kadar oyuncum o. O Karadağ'da yani dış vatandaş yalı bir mesela vatandaşlığını alıp 30 yaş oldu arkadaşım. Neyse Yankovic'e geçti ve şimdi bu anlamaz yenilenmeyi özümden benim biraz yani ne gözlesem özümden benim şimdi. Ama bu Icardi 45 maç 69 gol 39 asist bunu da ligimdə işlədirəm. Geçək bu tərəfə. Albumis. Bu da pis belə necə deyək kart deyil. 20 maçda 4 gol 3 asist edib. Neyse Figoli 16 maç 1 gol 2 asist. Bunu artıq işlətməm. Bundan sonra rezervdir. Əslində çoxsu rezervdir. Sadəcə ligimdən yəni sonrası da belə. Ama bunları heç işlətmirəm. Bunu dedi Jimenez 14 maç 0 gol 0 asist. Yəni nə görəcəksən? Bunu heç işlətməmişəm. 0 gol 0 asist. Yəni elə belə girim. Neçə yaşı var qardaşım? 26 yaşı var qardaşım. Sabah günü güzel bir şey. Mariano Diaz 20 maç sonra tamam 13 asist. Bu da pis kart değil. Nicolelli 1 maç 3 sene son müziği hiçbirini işlətməmişəm. Yəni nasıl baxmışıq yəni bunlara nə demək? Tam orta saha. Bu da tam orta saha. Elə bildim biri orta saha, biri kornası. Qarşılamışam. Hücumda kalesi bunu bir maçda işlətmişəm. O kadar da pis kaptı değil. Maçda kalesi de o 5 maç 0 gol 0 asist. Kamavinga 1 maç. Bunu çox işlətmiş. Yəni o biri Kamavinga. O kalesi de o yerə çox işlətmiş. Martinez 1 maç 2 gol 3 gol 1 asist. Nəsə yanında qalıb işlətməmişəm Ederson. Yəni 900-dən çıxıb heç işlətməmişəm yəni. Nicolas Gonzalez 17 maç 12 gol 14 asist. Durdurup baxarsınız, yəni tezdən göstərmişsinizsə 12 gol 14 asist. Michael Oyarzabal 14 maç 18 gol 13 asist. Andy Robertson 13 maç 0 gol 0 asist. Sol bekdə biraz az kullanmışam bunu. Heç kullanmamışam. Mənə belə bir baxaq dönür. 20 yaş var yazsam. Bunu da işlətməmişəm yəni kimi bilmirəm. 23 yaş var arkadaşlar. Sonra Robertson. Düşünün Robertson var. Ben qarışdırmışam onu. Yəni bunu da bir maça çıxartmışam, heç nə yoxdur. Yəni yaxşı göstərmədim.
Biraz elə bir 27 yaşa da oxşuyur şəkil. Nəysə, Johnston'u işlətməmişəm. Axaq yaşına qalmanın belə. Bu olacaqçı oxşadı ya. Baxın, o duyma. İşlətməmişəm. Bəli. Necə yaş var? 32 yəni. Bonnie 24 mod. Baş gözləməzdim. 24 mod 5 qol dörəsiz. Tiara var 23 mod. Ama bunlar sonuçta 0 qol 0. Tanrım bak 5 işlətməmişəm. Neçə yaş var? 19. Sonra devam edeyim, bunları işlətməmişəm. Yəni göstərməyə heç bir gərək yoxdur. Sadəcə göstərdim, 24 yaş var. 39 kilo. Bunlardan baxan sonra bəlkə baxaq. 0. Ama bu nə olmadı çoxmuş. İşlətməmişəm. Baxaq, 24 yaş var. Çox iyi, onu işlətməmişəm. Yəni Koreyalı yaşı var. Kabul. Çıkılmaza çıxıb belə baxaq. Cansın bir mod nə oynatmışam özümdən 5. Nə modu yəqin ki gəlişdirməyə çalışmışam. Ay döndürmədim. Sonra deyəcək döndürmədim. Burada hala bir moda çıxmış kimi görsən. Yox. Ama gözüm çox oldu. Ama banas. Spasis ve 30, 23, 28, 30 yaş yok şuraya. Jenny, 5 mat. Sıfır spasis böyle baxa. 30 yaş. Bunu mən işlətməmişəm. Belə döndürək baxa. Belə. Barış Alper işlətməmişəm. Belə döndürün baxa. Test eləməyə çalışdım, sonra videoya baxmayacaqsınız. Richards. Sonra alt yenə olduğu kimi. Bunları göstərməyim mən də bilmirəm, yəni. Biraz gec video gəlir, onu mən də bilirəm. Kimsə uzunmursanız, kimsə baxmırız adlı elə bilir. Necə deyim, bax. Göstərəm, nəsə, belə pestə elə bir oca 3100 necə deyim 50 saatdan sonra adam kasamır da gərək oyuncu çıxartmasın. Əvvəl gəlişdirirdim, sonra təzədən kadroya əkləyirdim, belə müzəssizədən çıxardırdım. İndi daha heç də elə deyil. Artıq gərək oyuncu çıxartmasın. 3140'dan sonra da elədim. Sonra ama bunlara baxdım da daha geriyə getmişəm. Cumat qol biləsiz. Mən heç bir masa çıxarmışam. Mustafa Muhammedi adındadır. 4 maç 5 qol biləsiz deyib. Sonra deyəm derim. Yəni o belirləmədə gərək yoxdur. O belirlərin heç bir masa çıxartmamışam. Belə göstərim yavaş. Bundan çoxsunu satacağım və bitdi. Menajeri de bir göstərəm. Menajerlərdən bilər bu cizvəsəri. Böyle alanlar bilər. Yəni. Bunu hər kəs yiyə bilər də. Böyle rast gələ bir menajer olsun Xabi yerinə alınmış bir menajer. Ama bu 1-2. Üçüncü dövrdə nəzər deyə. Ama birinci, ikinci. Hansından soruşur həyətdə. Yəni bəlkə də sizdə də elədir, bilmirəm. Nə qayım bilmirəm. Sağ olun, bay bay.